Salam hörmətli tələbələr. Bugünkü mövzumuz F3-ün ən populyar mövzularından biri olan Statement of Cash Flow mövzusudur. Gəlin qısaca izah eləyək bu Statement of Cash Flow əslində nə üçün istifadə olunur. Statement of Cash Flow-nun məqsədi ondan ibarətdir ki, şirkətin mənfəətli olmağı hər zaman pulun mövcud olması demək deyil. Bu da maliyyə hesabatlarının istifadəçiləri üçün bəzən yanıldıcı ola bilər. Məsələn, şirkətin səhmdarları görə bilər ki, şirkət mənfəətdədir və onların dividend haqqında gözləntiləri arta bilər. Eləcə də məsələn şirkətin işçiləri görə bilər ki, şirkət mənfəətdədir və onlar düşünə bilərlər ki, onların əmək haqqları artacaq. Amma həm bu tip əmək haqqı xərcləri, həm dividendlərin ödənilməsi sadəcə mənfəətdən yox, eləcə də pulun mövcudluğundan asılıdır. Və sırf bu pulun mövcudluğunun olub-olmadığını bilmək üçün biz cash flow statement'dan istifadə edirik. Yəni bir növ cash flow statement'da biz accrual basis yox, cash basis baxırıq. O haqqda da məlumat vermək istəyirəm ki, bu cash flow sualı F3 imtahanının hər iki hissəsində olur. Hər iki hissəsində olur deyəndə nəyi nəzərdə tuturam? Bilirik ki, imtahan 35 dənə 2 ballıq suallardan və 2 ədəd 15 ballıq suallardan ibarətdir. Və bu cash flow-nun hər iki hissədə düşmə ehtimalı çox yüksəkdir. Gəlin baxaq. Ümumiyyətlə bizdə cash flow hesabatı 3 hissədən ibarət olur. Cash flow from operating activities, yəni əməliyyat fəaliyyətlərindən, cash flow from investing activities, yəni investisiya fəaliyyətindən və cash flow from financing activities, yəni şirkətin maliyyə fəaliyyətindən. Hər bir hissədə öz layinları olur və hər dəyişiklik, hər hansı bir layında olan dəyişiklik bu cash flow statement'ın bir hissəsində yansıyır. Gəlin ümumi proforma ilə tanış olaq. İlk öncə cash flow from operating activities. Hər sualda bu nədən başlayacaq? İlk öncə bizdən soruşacaqlar ki, profit before tax yoxsa profit after tax qeyd olunmalıdır. Bu tip suallarda hər zaman biz ilk öncə profit before tax-i qeyd edirik. Profit before tax-i də hardan əldə edə bilərik? Bizdə gördüyümüz kimi sualda 2 dənə hesabat verilir. Statement of financial position və statement of profit or loss. Bildiyimiz kimi profit for the year-ı biz statement of profit or loss-dan əldə etməliyik. Amma nəyi qarışdırmayaq? Burada biz demişdik ki, before tax götürməliyik. Görürsünüz, burada profit for the year income tax-dən sonra göstərilir. Bu o deməkdir ki, mən bu income tax-in effektini nəzərə almalıyam. Yəni profit before tax-dən income tax ödənilir və 1650 qaldı. Deməli, profit before tax 2350-dir. Gəlin ilk öncə bunu qeyd edək. Sualda eləcə də bu hissədə biz qeyd etməliyik ki, bu addition-dur yoxsa subtract-dir. Yəni biz bunu əlavə etməliyik, müsbətlə göstərməliyik yoxsa mənfi ilə. Bu profit before tax olduğuna görə biz bunu təbii ki, müsbətlə göstərəcəyik. İkinci hissə depreciation. Depreciation-ın cash flow statement-da effekti necə olacaq? Gəlin onun haqqında qısa danışaq. Bildiyimiz kimi depreciation non-cash item-dir. Non-cash item deyəndə nəyi nəzərdə tuturuq? Məsələn, bir var elektrik xərci, hansı kommunal xərclər. Bunlar hansı tip xərclərdir? Dövr ərzində yaranır və biz bu xərcə görə ödəniş edirik. Amma depreciation expense bizim cash item deyil. Yəni biz hansısa bir əsas vəsaitimizə amortizasiya hesablayanda gedib bu hesabladığımız amortizasiyaya görə kiməsə pul ödəmirik. Və bu non-cash item olduğuna görə biz onun effektin cash flow statement-dan yığışdırmalıyıq. Yəni profit before tax-ə gəlib çıxanda bu depreciation expense çıxılıb deyə və bu əslində cash olmadığına görə depreciation expense-i biz profit before tax-ını toplayamalıyıq. Yəni sualda bura A yazacaq, add. İndi isə gəlin bunun hesablamasına baxaq. Depreciation expense-i necə hesablaya bilərik? Depreciation expense-i hesablamaq üçün biz ilin əvvəlində olan accumulated depreciation-ı, yəni 4800-ü qeyd edək. İlin əvvəlində olan yığılmış amortizasiya və ilin sonunda olan yığılmış amortizasiyanı qeyd etməliyik. Çünki bu depreciation expense həmin bu yığılmış amortizasiyada olan dəyişikliyi göstərəcək bizə. Amma yığılmış amortizasiyaya depreciation expense-dən əlavə olaraq satılan əsas vəsaitlərimizin yığılmış amortizasiyası da təsir edir. Gəlin baxaq. Bu tip suallarda hər zaman notlarda qeyd olunur. Burada gördüyümüz kimi bu sualayda əlavə 5 not var. Bunlardan da birinci not nədir? During the year non-current asset which had cost 800.000, yəni ilkin dəyəri 800.000 olan əsas vəsait with a carrying amount of 350.000, hansının ki balans dəyəri 350.000-dir. Geri qalan hissəsi investisiya fəaliyyətində mənə lazım olacaq. Hələ ki bu hissəsini saxlayıram. Əgər bir əsas vəsaitin ilkin dəyəri 800.000, balans dəyəri 350.000-dirsə, bu o deməkdir ki, onun yığılmış amortizasiyası 450.000-dir və bura eyni rəqəmi
qeyd edirəm. Əsas vəsait satılırsa, onun yığılmış amortizasiyası bizim ümumi yığılmış amortizasiyamızdan azalacaq. Bir də bu tip suallarda hər zaman bu 3 dənə sıfır nəzərə almaq lazımdır. Məsələn, fikir verin, sualda əslində 8 min yox, 8 milyondur. İndi isə bu qeyd olunan, belə deyək, tənlikdən biz bu ilin amortizasiya xərcini tapa bilərik. Yəni 4 milyon 800, 450 azalıb nə qədər artandan sonra 5 milyon 600 olub. Gəlin bunu tapaq. Gəlin yoxlayaq. Bu o deməkdir ki, bizim il ərzində amortizasiya xərcimiz 1 milyon 250 min olub. Və yəni sualda 1250 olaraq qeyd edəcəyik. Dediyimiz kimi bu amortizasiya bizim non-cash item olduğuna görə profit before tax toplanır. İndi isə ikinci hissə. Profit on sale of non-current asset. Gəlin baxaq görək ki, bu əsas vəsaitin satışından biz nə qədər mənfəət əldə etmişik. Balans dəyəri 350 min olan aktiv 500 minə satılıb. Balans dəyəri 300 min olan aktiv 500 minə satılıbsa, bu o deməkdir ki, mən 150 mənfəət əldə etmişim. 150 min mənfəət əldə etmişim. Və burada da bunu 3 dənə sıfırsız göstərək və bunu mənfəətimizdən azaldaq. Nəyə görə azaldırıq? Çünki bu da non-operating activity-mizdir bizim. Hansı ki artıq profit before tax-in içində nəzərə alınıb. Non-operating activity deyəndə nəyi nəzərdə tuturam? Yəni bizim gündəlik fəaliyyətimiz, gündəlik əməliyyatlarımız deyil, non-current asset-in satışıdır. Bu bir növ gain on disposal-dır. Bu suallarda profit olanda bunu profit before tax-dən azaldırıq. Loss olanda isə profit before tax-ə əlavə edirik. Bu hissəsi rahatdır. Gəlin birinci income tax-in ödənişinə baxaq, sonra bu inventory, receivable və payable-dakı dəyişikliklər haqqında danışırıq. Income tax paid bizim vergi ödənişlərinin göstəricisidir. Bu ödəniş olduğuna görə biz bunu subtract edirik. Yəni profit before tax-dən çıxacaq. Ümumiyyətlə operating activity bölməsində çıxırıq. Amma income tax paid-i biz necə hesablaya bilərik? Income tax paid nədən ibarətdir? Yenə maliyyə vəziyyəti haqqında hesabatda biz income tax görürük. Income tax payable. Bu bizim vergi öhdəliyimizdir. İlin əvvəlinə bizim vergi öhdəliklərimiz 600 min olub. Bura qeyd edim 600. Opening tax payable. İlin sonuna isə vergi öhdəliklərimiz 700 min olub. Burada 700 olaraq qeyd edim. Vergi öhdəliklərimizin dövriyyəsi nədən ibarətdir? Bir income tax, yəni cari dövr üzrə yaranmış vergi xərcləri və tax paid. Hansı ki bizim cash flow təsir olacaq. Yəni mənim ilin əvvəlinə vergi öhdəliyim var, cari dövr ərzində yaranır və mən vergi ödənişi edirəm. Bu ödənişi eləyəndən sonra mənim öhdəliyim azalıb 700 olur. Income tax expense olduğuna görə onu hardan götürə bilərəm? Təbii ki, mənfəət və zərər haqqında hesabatdan. Statement of profit or loss-da income tax expense 700. Bu 700 mənim öhdəliyimi artırdığına görə onu müsbətinə yazıram. Sonra da baxmalıyam ki, mən nə qədər ödəniş eləmişəm ki, 600 olub ilin əvvəlində, 700 artandan sonra bu ödəniş edilib və yekunda yenə 700 qalıb. Burada da tənliklə də görə bilərik ki, cavab 600 olacaq. Və yenə yoxlasaq, görərik ki, tax paid, bəli, doğrudan da bizim formula ilə uyğun gəlir. Burada onu ödəniş olaraq qeyd edirik. Yəni subtract, mənfi olaraq yazırıq. İndi isə inventory, receivable və payable olan dəyişikliklərə baxaq. Bu hissədə sadə məntiqdən istifadə edirik. Receivable ilin əvvəlinə 2900 olub, ilin sonunda 3800 olub. Mənim receivable-ım artıb. Yəni mənim debitor borclarım artıb. Bu o deməkdir ki, mənim debitorlarım mənə ödəniş eləmirlər. Yəni mənim pulumu qaytarmırlar. Əgər pul qaytarsaydı, receivable-ım, debitor borclarım daha da azalardı və bu müsbət olaraq əlavə olunardı. Amma mənim debitorlarımdan bu pul vəsaitləri mənə gəlmir deyə receivable-dakı artımı mənfi effektlə göstərəcəm. Və qayda olaraq, əgər mənim receivable-ım artırsa, bu o deməkdir ki, cash flow-ya mənfi təsir olacaq. Əgər receivable-ım azalırsa, receivable-ım azalırsa o deməkdir ki, mənə debitorların borcunu ödəyir, ona görə də mənim cash'im artır. Receivable-ma müsbət təsir edər. Eyni məntiqlə də inventory. Inventory-im 3800 idi, azalıb 3400 olub. Bu o deməkdir ki, mən inventarımı satmışam. Inventarımı satdığıma görə mənə pul gəlir. Inventarımın azalmağını müsbət olaraq göstərirəm. Yəni 400, müsbət 400. 3800 idi ilin əvvəli, ilin sonuna 3400 qalıb. Bu o deməkdir ki, 400 inventar satmışam və pul gəlir. İndi isə payable-da olan dəyişikliyə baxaq. İlin əvvəlinə 3200 idi, artıb 3700 olub. Bu o deməkdir ki, 500-lük dəyişiklik var. Hansı ki, mən payable-ım artıb və mən artmış kreditor borclarıma uyğun ödənişlərimi eləməmişim. Yəni eyni receivable qaydası. Əgər mənim kreditor borcum azalsaydı, bu o deməkdir ki, mən kreditorlarıma
pul ödəmişəm, kreditor borcumu azaltmışam, ona görə pul məndən çıxır. Amma burada pul artdığına görə eyni qaydada da movement in payable mənə müsbət təsir edir. Qısası desək, inventory ilə receivable eyni məntiqdir, yəni tərs mütənasib olur. Artırsa cash flow effekti mənfidir, azalırsa cash flow effekti müsbətdir. Amma payable düz mütənasibdir. Yəni payable-ım artırsa cash flow-um da artır. Payable-ım azalırsa cash flow-um da azalır. Və yekun olaraq biz burada ümumi line açırıq. Total cash flow from operating activities ki, ümumi olaraq əməliyyat fəaliyyətimdən nə qədər pul axını var. Bütün bunları əgər müsbətsə toplayırıq, mənfidirsə çıxırıq və yekun olaraq total cash flow from operating activities məbləğini əldə edirik. Bu videoda biz artıq operating activities bölməsini yekunlaşdırdıq və gələn videolarımızda eyni sualın cash flow from investing və financing activities bölmələrində yekunlaşdıracağıq. Əlavə hər hansı bir sualınız olarsa, şərh bölməsində qeyd etməyi və kanalımıza abunə olmağı unutmayın.